Qardaşım balaları. Sağ olun. Hamınızı salamlayıram, hamınıza hoş geldiniz deyirəm. Şadam ki, mənim ətrafımdasınız. Bildiyiniz kimi bu günlərin qeyri-hökumət təşkilatlarına dəstək olan Azərbaycan Dövlət Agentliyi maliyyə dəstəyi ilə mənim filmim araya gəlib. Çarx deyirlər buna. Zamanı aşan irs. Zamanı aşan irs mənim 85 illik yubileyimə və 35 il bu yolda çalışmağıma həsr olunub. Şadam ki, bu filmdə Fazil Mustafa kimi millət vəkili, Jala Əliyeva kimi millət vəkilləri, Pediatriya İnstitutunun direktoru Poluxova Aynur xanımın sözlərini eşitmişəm və mənim can-cigərlərim olan, mənim ətrafımda hər zaman olan Yeganə xanım, Bahar xanım və Qızıl Gölün öz sözünü deyib və mən elə gəlir ki, bu filmə baxandan sonra biləcəksiniz ki, azacıq da olsa mənim həyatda böyük rolum olub. Ən əsası Ağa Musa Nağıyeva mən ikinci həyat vermişəm, ikinci nəfəs vermişəm. Bunu sübuta yetirmək üçün bu filmə baxmaq dəs edər. Mən çox istəyərdim ki, filmə nümayiş etməmişdən əvvəl bizim bugün aparıcı Sevinç xanımızı sizə təqdim edeyim. FM radiosunun aparıcısı və çox gözəl xanımdır. Həm diktorluğu gözəldir, həm diksiyası gözəldir, həm də onun sənətdə olan əməyi, illəri mənə icazə verir ki, bu cür rəsmi açılışa onu dəvət edeyim. Mən çox şadam ki, Sevinç xanım razılıq verib və bu günləri aparıcımız o olacaq. Onun kaprizlərinə qulaq asarsınız. Çıxışlarınızı da çox istəyərdim ki, bu ətrafda, film ətrafında eləyək. Qısa və konkret, çünki danışmaq istəyən çox olacaq. Bir daha qeyri-hökumət təşkilatlarına mən agentliyə təşəkkürü bildirirəm. Çünki bu imkanı yaradan onlardır. Buyurun Sevinç xanım. Həcmənim Bunun üçün sizə təşəkkür edirik. Bir qeyd edək ki, bugün müharibənin 32-ci gününə təsadüf edir. 2020-ci ilin bu günü Müzəffər Azərbaycan ordusu Zəngilanın, Füzulinin, Cəbrayılın, Qubadlının kəndlərini işğaldan azad etdi. 44 gün davam edən vətən müharibəsi təxminən 30 illik işğalda son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı. Tədbirimizdə şəhid anaları və qazilərimiz də salamlayır, onlar da iştirak edir, onlara qürurla deyək, başınız sağ olsun. Vətən uğrunda gedən mərd oğullarınıza rəhmət eləyib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizi hörmət və ehtiramla anaq, şəhid analarını və qazilərimizi alqışlayır. Film layihə rəhbəri Dilarə Musa Nağıyevanın yaradıcılığının 35 anadan olmasının 85 ilinə həsr olunub. Filmdə millət vəkilləri Jale xanım Əliyeva və Fazil Mustafa, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, eləcə də Dilarə Ağa Musa ilə sıx əlaqədə olub, onun həyata keçirdiklərinin canlı şahidləri olan biologiya elmləri doktoru Yeganə xanım Mahmudova, Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyinin sədri Bahar xanım Qasımova və qızı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin koordinatoru Könül Muxtarova öz sözünü deyiblər. Filmdə Nağıyevlər nəslinin ayrılmaz parçası olaraq zəhmətkeş Dilarə Ağa Musanın dövlətinə, xalqına olan sevgisi aşılanır. Yazdığı kitablarla keçmişimizi bir daha yaşadı,
sanki o dövrə qaytarır. Dilarə Ağamusan Ağayeva milyonçu xeyriyyətçi Ağamusan Ağayevin nəvəsi olmaqla ömrünün 35 ilini babasının tədqiqatına həsr edib. Tarix üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü, Tərəqqi medallı, Humayun mükafatçısı, Ankara Uluslararası Akademiyasının Qızıl Altun medalı və ilin xeyriyyətçi qadın mükafatçısı, Zadəganlar Məclisinin üzvü, Qızıl Qələm mükafatçısıdır. Eyni zamanda Nağıyev haqqında illərlə topladığı faktlarla o xatirələr əsasında 10 kitab yazıb, 7 sənədli film layihənin rəhbəridir. Dilarə Ağamusa apardığı tədqiqatların nəticəsində Ağamusa Nağıyeva ikinci həyatını yaşadır. 98 bina sahibi olan xeyriyyətçiliyinin sədaları Türkiyədən, Rusiyadan, Sankt-Peterburqdan gələn Ağamusa Nağıyevin məzarının üstündə büstünün ucaldılmasına nail olub. Bu sahədəki fəaliyyətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və eləcə də birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını qazanıb. İndi isə filmə baxacağıq, sonra müzakirələrə keçid alarıq. Buyurun, xoş seyirlər. Ona görə ki, onun nəslinin davam. Dilarə xanım gəlir, Dilarə xanım həm arxitektura, mən çatdırmalı bacarır. Nə xoşbəxt ayrılmaz parçası olan Dilarə xanım nə yaxşı ki, üzü bu yana, Dilarə nəslinə, həm də tarixin formalaşmasında, həm fəaliyyəti və kitabların müəllifi kimi və dostlarının təzqəçisini çevirmişəm. Və o zaman kitabın adını yazarkən, mən özümdən xoşallandım ki, nə gözəl ad tapmışam. Yəni 50 yaşından bu işə başlamışdım və bu ezbəri araşdırmağa başladım. İsmailiyyə binası həm də ölkənin problemlərinin müzakirə olunduğu, milli dəyərlərin formalaşdırdığı bir məkandır. Deyək, bu məkanı yalnız bir bina olaraq götürə bilmərik. Akademiya binası, yaxud da bir xəstəxana binası, məşhur futbolcu insanların sağlamlığına o zaman böyük ölçüdə yayılmış vəba xəstəliyinin qarşısının alınması, müxtəlif epidemiyaların qarşısının alınması üçün önəmli rol oynuyor. Yəni, bir millətin, bir nəslinin sağlamlıq probleminin çözülməsində bunların böyük əhəmiyyəti olur. Və Dilarə xanım da yazılan kitablarla, çıxışlarla, müraciətlərlə, haqqın tanınması uğrunda apardığı mübarizə ilə, özü bizənində Ağamusa Nağıyevin irsinin doğru qiymətləndirilməsinə çalışması ilə beynəlxalq arenada ona aid ola biləcək müəyyən atributların Azərbaycan xalqı üçün aydınlaşdırılması baxımından kifayət qədər böyük işlər görüb, amillərdən asılı olaraq. Amma Dilarə xanım Tanınırsa və o insanın, ötərik insan mən bilirdim, mən də çoxdan bilirdim ki, Ağamusa Nağıyevin ikinci həyat yoldaşı Yelizaveta Grigoriyevna Cankorova və ona əhəmiyyət verirdim. Sözləşmənin haqqında yazmışdım, kitablarında da var idi. Yəni, Liza da bilirdi, Amal da bilirdi, Ağamusa Nağıyev, başladı Yelizaveta idi. O Ağamusa Nağıyevdən çox sonra, yəni 1929-cu ildə Mustafa Ağayev rəsmiyyətə bilib. O isə 25-26-cı illərdə dəniz çox pis vəziyyətdə idi, olduqca dağılacaq şəkildə idi. Və bu mənim son fəaliyyəti, axırıncı fəaliyyətimdən mən danışıram. Gözəl bir qəbrə, məzara çevirdi, qara mərmərlə yazıldı, işlər var, şəkildə üstünə qoydum. Yəni, belə işləri gördükcə mən cavanlaşıram və məndə ruh yüksəkdir, həmişə çox yüksək olubdur. Həmişə irəli baxmışam, neyəsə gitməyə, neyəsə çatmağa olub böyüdüm və bunu da etmişəm. Dilarə xanımın xeyriyyətçiliyi, səxavəti, parlaq zəkası və qürur verici təvazökarlığı bu günləri bizim gənclərimizə çox böyük bir nümunədir. Dilarə xanım nəinki cəmiyyətdə, getdiyi hər bir yerdə öz böyüklüyünü göstərir. O öz məsləhətlərini heç vaxt heç kimdən əsirgəmir. Bir böyük kimi o
zəngin keçdiyi, zəngin həyat təcrübəsindən, iş təcrübəsindən hamı ilə bölüşür, öz məsləhətlərini verir. Yenə təkrar edirəm, o nəinki maarifləndirici söhbətlər aparır, hətta maddi, mənəvi də dəstək göstərir insanlara. Birinin hər zaman yaşını bu vaxtında soruşduğunda ki, gözəlliyin sirri nədir, genç qalmasının sirri nədir, belə cavab verir. Mən həyatı sevirəm, mən insanları sevirəm. Bax, o sevgi məndə həyatda yaşamağa sövq edir məni. Və bir şeydə bildiyi kimi, unutanım, lütf elə. Mən ki, sevirəm səni. Sevgi aradığım üçün sevənlərdən etməni. Dilara xanım sevə bildiyi üçün o daim sevilir. Mənim özlüklərimə dövlət də qiymət verir, Cənab Prezidentinə təqaüd yaxşı edir, ev verir, Mehriban xanımları qəbulunda olmuşam, çox gözəl qarşılayır, Mehriban xanım. Yəni, bunlar hamısı ondan irəli gəlir ki, mənim bütün fəaliyyətim, dinim, amalım, imanım, günüm, sahadım hamısı Ağamusa nail oldu. Hətta mən yazıcı kimi özümə Ağamusa təxəllüsü də götürməyimlə fəxr edirəm. Çünki mən nəinki öz arzularımı yerinə yedim, mən atamın ideyalarını həyata keçirdim, mən atamın eləmədiklərini, demədiklərini boyun bilirəm, yedirəm və həyata keçirirəm. Onların böyüdü, mən görüşə birim azdır. Mən tövsiyəm yönədirəm, gənclərə odur ki, etməyinizlə, yaşadığınızla qane olmuyor. Həmişə irəli baxmaq lazımdır, gələcəyə baxmaq lazımdır, amma xor baxmaqdır. Gözəl gözlərlə, xoş gözlərlə, xoş niyyətlə baxmaq lazımdır. İndi arzum odur ki, mənim evlatlarım xoşbaxtdırlar, onlar da xoşbaxt olsunlar. Evimizə istəyirəm, azadlıq olsun, qələbə olsun, zəfərimiz olsun. Mən Cənab Prezidentə, Cənab İlham Əliyev dəfələrlə müraciət eləmişəm ki, zəfərimiz mübarək, sizin çəkdiyiniz əziyyət, rəhmət bütün Azərbaycan üçündür, bütün dünya üçündür. Dünya milyasında bizi tanıtırıbsa, bunun biz söz azadlığından istifadə edildik. Bundan Ağamusa Nağılın Əzrağın, Tanrı'nın Şəmsə Əsədovlarının, Zülmuxlarının adını çəkirəmsə, mən xoşbundan da xoşbaxt günlər olarmış. Çünki vaxtında atam deyirdi ki, Bölgəcim rəvnədə sormaz deyirdi ki, mənim əlimdən tutub İsmailiyyə səkidən keçəndə deyirdi ki, başı qaldırma, amma sağa bir vaxtının sağlığı dediyindən İsmailiyyə binası mənim atam tikdirildi. Xoşbəxtə bunu deyək ki, 5 nəvəmdən artı nəticə və qurur görəm, ona görə ki, bilirsiniz, yaşamaq şirin şeydir, amma yaşamağı necə yaşayırsan, bu sualı hərə özünə verməlidir. Mən bu sualı verdim özümə, hələ 1992-ci ildə baxmayaraq ki, dövlət dövründə işləyirdim, Sayın Zaten Partiyasının üzvüydüm, hal-hazırda Bilgin Azərbaycan Partiyasının üzvüyəm və bunlardan qorxmadım və getdim, irəli getdim. Mən elə bilirəm ki, həyatda ən uğuşlu qadın varsa, onlardan birincisi olmaram, amma ikincisi mənəm. Bu tədbir mənim üçün nəyi xatırlatdı? Bu Mirzə Şəfi Vazeh deyilən Azərbaycanın böyük şairlərdən biriyiz. Amma Vazeh haqqında heç kimin bilgisi yoxdur. Biz bu gençdə onun haqqında bir xatirələr yazmaqla, onun əsərlərini tərcümə eləməklə tanıtdı ki, belə bir şəxsiyyətimiz olur. Eyni zamanda bir Ekerman deyilən bir yazar var. Bu filolog olub, sıradan bir filolog olub, amma Höte heyranı olubdur və bu ömrünün son 10 ilini, Höte'nin ömrünün son 10 ilini gəlib onun yanında qalıb və onun bütün çıxışlarını, onun həyatını, onun görüşlərini, ağzından çıxan hər kəlməni yazır. Hətta öləndə belə, ölüm anını belə olduğu kimi təsvir edib və bu dahinin ölüm anında necə davrandığını, hətta səmada əli ilə son yazısını
artıq yaza bilmir, əli ilə yazdığını da burada vurğulayır. Və Ekerman tarixdə Höteni tanıdan bir şəxsiyyət kimi qalır. Bu çox önəmlidir. Azərbaycan kimi cəmiyyətdə bir xanım əfəndinin 50 yaşdan sonra bir öz babasını, öz nəslinin tanınmış simasını bu cür fədakarlıqla tanıtması olduqca böyük bir təqdirə layiq addımdır. Bu çox nadir hallardan biridir. Mən sizə deyim, bizdə biraz tənbəllik o qədər yüksəkdir ki, nəsil böyük, biz yüzlərlə insan tanıyırıq ki, böyük nəsillərin təmsilçiləri o nəsildən, o təmsil adamlardan, şəxsiyyətlərdən bir yazı qalmadı, bir miras qalmadı. Bax, Dilarə xanım bu qədər kitabları buraxmaqla həqiqətən məni təəccübləndirdi. Mən doğrudan bu xanımın bu cür əzminə heyran qaldım. Ona görə ki, məhz bunu öyrənmək lazımdır. Bu yazmağı öyrənmək lazımdır. Bu irsi yaşatmağı öyrənmək lazımdır. Hətta onun xanımının belə məzarını gedib bərpa eləmək, bu hər adamın o edə biləcəyi əməl deyil. Yəni buna gərək içdən bir fədakarlıq olsun, içdən bir yanğı olsun. Ağa Musa Nağıyev təbii ki, bir nəslin, bir dövrün fenomen şəxsiyyətlərindən biridir. Hamının pulu ola bilir, hamının mülkü ola bilir. Amma hamının qoya biləcəyi iz olmur. Yəni bunu görürsünüz, o dövrün milyonerləri içində də 5-6 adamın adını çəkir. Halbuki onların sayı bir 20-30 olubdur. Çünki 100 dənə fərqli işlər görə bilərsən, biznesini də artıra bilərsən. Amma qalıcı hansı yerə sərmayə yatırmısansa, o səni xatırladacaqdır. Bu gün də məsələn, kiminsə gedib, deyək ki, Parisdə keyf eləməsi, yaxud da Braziliyada gedib futbola baxması bir tarixi hadisə deyil. Amma kiminsə bir universitet açması, kiminsə bir uşaqlar üçün gimnaziya açması, yaxud da orada bir təhsil verməsi önəmli hadisədir. Yadda qalan bu olacaq. Kiminsə bir əsər yazması, ədəbiyyat əsəri qoyması. Burada indi dəyərli yazarımız Seyran müəllim iştirak edir. Həqiqətən də bu yazıçının da dəyəri odur da. Yazıçının da dəyəri aldığı Komsomol mükafatı, laureatı falan, bunlar hamısı unudulur. Tərəqqi ordeni, hamısı unudulur. Sonunda kitab qalır. Bunu xatırlayırlar ki, bu kitabı var, vəssalam. Bundan sonra bilinir ki, nə iş görübdür. Ona görə mən filmdə çox gözəl çəkilibdir. Adətə bu cür tədbirlərdə biz ümumi tərifləməliyik ki, zəhmət çəkilir. Amma mən o məclisin ovqatına uyğun tərif kimi demirəm. Həqiqətən yaxşı, anlamlı və cəmiyyətə pozitiv mesaj verər. Xüsusilə orada deyirsiniz, məsələn, yaşamaq nədir, yaşamağa münasibətdə əslində yaşamaq faydalı olmaqdır da. Hamı dünyasını dəyişib gedəcək. Biri qazi kimi iz qoyur, bizim qardaşımız kimi, biri şəhid kimi iz qoyur, biri kitabla iz qoyur. Elə Ağa Musa Nağıyevlər də əslində şəhidlərdir də, Zeynalabdin Tağıyev şəhidlərdir də. Bunlar hamısı hansısa bir davanın şəhidləridir. Şəhid təkcə silah əlində, döyüşdə həlak olan insan deyil, yaralanan qazi təkcə o deyil. Hamı öz davasının, milli davanın içində bir cinahı götürüb, o cinahda iş görən adamlardır. Bəzən Azərbaycan cəmiyyətində belə bir düşüncə var ki, ürəyə qan bəzən getməyəndə əlavə damarlar açılır və ora qan daşınır və insan bir müddət yaşaya bilir. İndi bir çox dövrlərdə yollar bağlı olur. Lap elə indiki dövrdə də, başqa dövrdə də, bir də görürsən adam düz yoldan gedirsən, bağlıdır. Amma insana şans verilir ki, bəlli bir cığırları tapıb oradan hədəfə doğru gedəsən. Dilarə xanım, baxın, 92-ci ildə Sovet hökuməti dağılır, dağılana qədər deyir, atamın həm də arzusunu yerinə yetirir, atamın deyə bilmədiyini dedi. Bir övlad atasının deyə bilmədiyini, həm də o missiyanı, təkcə babasını tanıtmır ha. Atasının o qadağan olunan dövrdə deyə bilmədiyini də özünün həyat bir borcu kimi görə bilirsə, həqiqətən bu xoşbəxtlikdir. Mən təbrik edirəm. Dilarə xanım, sizə bilirsiniz, uzun ömrü biz biçmirik, amma sizə can sağlığı arzulayıram. Can sağlığını bu yaratmaq üçün arzulayıram. Siz çünki elə-belə duran adam deyilsiniz. Və əslində bir o cığırı, orada onlarla adamlar var da, o cığırı siz elə gözəl otqalaqdan, alaqdan təmizləyib
onu Azərbaycan xalqına vermişsiniz ki, inanırsınız ki, o cığır ayrıca bir yola çevriləcək. Alınıb. Alınıb çox yüksəkdir. Bir daha sizi təbrik edirəm. Mən təbrik edirəm. Sağ olun. Mənə icazə versəz, Sevinç xanım. Buyurun, buyurun. Fazil mənimə xüsusi təşəkkürüm bilmən idi, yanımdaydı həmişəki kimi. Orada mənim 85 illik, 85 deyəndə heç belə leziklənmir mənə. Mən 5 yaşında qalmışam, məşrubat demişkən. Amma sizin mənə o cür sadəliklə qəbul eləməniz və mənim haqqımda orada və filmdə dedikləriniz mənim üçün dünyadır. Çünki Fazil mənim, siz mənim haqqımda ancaq eşitmişdiniz, amma məni görməmişdiniz. Hətta mən içəri girəndə Fazil mənim rəngi dəyişdi. Dedim, elə bildiniz ki, axsaq, çolaq bir qadın girəcək içəri. Dedi, hə, elə dedi. Mən şadam ki, mən bugün də bu görkəmimi saxlaya bilmişəm. Ağlım mənə xain çıxmır. Ən əsası odur, siz bilirsiniz ki, və ən əsası odur ki, sizin filmdə dediyiniz, oradan çıxanlar bugünəcən mənim ətrafımdakılar bilir ki, mən deyirəm ki, siz danışanda mən şokdaydım. Mənim haqqımda əgər siz bu qədər gözəl bilirsinizsə, burada oturanlar bilirlərsə, nə xoşbəxtdir, hər yerdən xoşbəxtdir. Təşəkkür ederim. Biz də mən çox istəyərdim ki, mən bugün əlbəttə biz filmin təqdimatına yığışmışıq, amma mənim yanımda həmişə şəhid anaları, qəzilərimiz olubdu və bugün mən bir 10'a qədər şəhid anası çağırmışdım bura, 2 qəzi çağırmışdım. Tane 2 ayağından şikəst olurdu bizim yolumuzda, vətən yolunda. Ayağından olub o cür gözəl balamız və saat 12'də mənə dedi ki, gəlin, əlbəttə gəlginəm. Təşəkkür ederim, bir alqır istəyirəm. Onun operasiyasında Mehriban xanımın çox böyük, ümumiyyətlə dövlətimizin böyük rolu olub, amma Mehriban xanımın şəxsən köməyi olub, onun ayaqlarını ayaq üstə qoymadan və bugün çox şadam ki, mənim yanımdasınız. Burada mən dedikcə, Mehriban xanım, mən dedikcə şəhid anaları qalsınlar, Kifayət xanım görün, haradan gəlirdi, Məzər xanım, biz nələr danışacaqıq və mənim kitabımdan sizə bəşər edir. Orada Aydın Xoloxov deyir ki, sonuncu yox, sonuncudur. Və 23 şəhidin evində də olduqlarım və onlar haqqında yazdıqlarımın 5'i buradadır. Mən sizdə İran Pasolstası səfirliyində hücum olanda həndən artıq hər birinizə bir kitab yazardım. Həyif ki, 85'də tələsirəm olacaq. Təşəkkür edirəm. Və Hürmətçisinin dasenti, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovu da salamlayırıq və ona 58 yaşında da bilirsiniz, təşəkkür edirəm. Mən rəqəmləri sapsalmamışam. Mən 85'i qəbul eləmirəm. Mən 8 yaşındasın. Əgər bu arada güzəliş verir, mən dasentlərim, ona da 2 profesör. Mən Dilara xanımı hardasa 25 ilə yaxında səfir olacaq. 20 Siz cavansınız, mənə cavan sanmısınız. Yox, o qədər də cavan deyim, 74 yaşın içində cavan oldu. Çalışıram da bunlardan. Dilara xanımın yolda göstərdiyi şücaət, əziyyət çəkdi, əziyyət, təşəbbüskarlığı doğrudan da təqdirə layiq bir şey. Azərbaycan qadınının ən gözəl xüsusiyyətlərindən biri, çox qəribə bir neçə il bundan əvvəl Ağabey Hacınskinin nəticəsi gəlmişdi mənimə. Ayın 21'ində həmin onun kitabının təqdimatı olacaqdı və mənim yadıma Sara xanım kitabı. Çox qəribə fazla bu, bizim o Sovet dövründə cəhdlə gizlədilən bizim o sərmayədarlar ki, Azərbaycan xalqının inşaatında çox böyük, təkcə var dövlət yaratmıyorlar. Onların o fəaliyyətinin içində bizim axıcı kadrlarımız var. Əgər Cenab-ı Tanrı'yı, Narı'yı, Məsədullah'ı, Hacınsı olmasaydı, mən əminəm ki, 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində bizdə o cür siyasətçilər, topçular ki, Məhəmməd Əmin Rəsulzadə, Xalaxan, Qoyuşma, başqalar olmazdı. Onların o yarattıkları zəminin üzərində yetişir bizim o siyasi xadimlər ki, o 44 nəfər 18 mayın 28'ində dallarında bir dənə süngü olmaya
Cənub Qafqazda deyil, təkcə bütün Türk müsəlman dünyasında bənzəri olmayan və 23 ay o zamanki dünyaya meydan oxuyan bir hüquqi bir dövlət yaratmağa qadir olmuşlar. Bunun zəminində Tağıyevlərin, Nağıyevlərin, Əsədullah evlərin, o başqalarının yaratdıkları o mübək sadiq və durur. Onların o 70 illik Sovet dövründə cəhdlə gizlədilən fəaliyyətini açan çox qəribədir ki, bizim qadınlarımız. Mənim heç yadımdan çıxın 80-ci illərin ortalarından başlayaraq hələ sonuna yaxın Sara xanım Tağıyeva Xedimənin tarix kursunu koridorlarında gəzərək rus dilində söylüyordu ki, mənim atam xalq düşməni deyil, mənim atam haqqında yalan yazmayın. Və şükür Allah'a o dediğindən nail oldu. Düz özü yaza bilmədi rəhmətli, amma Tağıyev haqqında mənim rəhmətli elmi rəhbərim Mahmud İsmail Akademiyanın məxbir özü. Sonra mənim hörmətli telefon Fərhad Cabbar və başqaları Tağıyevin fəaliyyəti haqqında çox Marat İsmail, Marat İbrahim Allah rəhmət eləsin, gözəl əsərlər yazdı. Və növbəti, bu pleyadadan olan növbəti bizim qəhrəman qadınımız Dilara xanım Nağıyev oldu. Dilara xanımın mən tanıdığım dövrdə mənim üçün ən belə qiymətli onun keyfiyyəti, onun yorulmazlığı. Mənim sözümü, bu qadın yorulmaq, dayanmaq, bilmək növbəti yox. Çox çətin bir mövzuda yapışmışdır. Çox çətin bir mövzudan yapışmışdır. Bir nəfər Bakı Dövlət Universitetinin dosiyası məni tanış Dilara xanımla və Allah mən sözüm olsa belə, başı qalan bu adam bu yaşda, bu cür mövzu, çətin məsələ. Sonra gördüm, yox, Dilara xanım mənim kimi 10 dənə kişiyə dərt deyə, çorda deyə və biz onlar heç onu çorda tutada bilmərik. Dilara xanım fəaliyyəti təkcə babasının şəxsiyyətini, babasının işini cəmaatda, elimizə, obamıza, dünyaya tanıtmaq deyil. Dilara xanım bizim tariximizi itilmən, gizlədilən, uzaq köşklərə sıxışdıran tariximizi açıb ortaya qoyan şəxslərdən biridir. Bu yolda mən ona 58 yaşlı Dilara xanıma uğurlar, yeni uğurlar bildirəm və əminəm ki, Dilara xanım heç vaxt dayanmır. Teşekkür ederim. Allah şükür. Arif Miyetiye. O məni göndərdi. Məni tarixi üstündə Hacı müəllim dedi ki, bu yaşlı adam durmaya yazıldı. Elə qəbul elədilər, amma sonradan Hacı müəllim həqiqətən sözün özü mənasında elm adamı kimi vuruldu mənə. Və 12 il məni süründürdülər bu yoldan. Və 12-ci ildə mən dedim ki, ağladım. Dedim ki, heç vaxt ağlayan deyirəm. Aklım hamısını dedim, Hacı müəllim, mən də istəmirəm, bu elmi mən istəmirəm. Amma halbuki mən elmi üçün doğulmuşdum. Tutdu mənim əllərimi, təşəkkür edirəm o günə. Dedi, eləyəcəksən, axıracan yetirəcəksən. Və 6 ayın içində mənim məsələ belə oldu. Tarix üzrə fəlsəfə doktor adı aldım. Bu ad mənim üçün bilsin nədir? Bu ad mənim üçün dünyadır. Çünki mənim temam, mətnim Ağa Musa Nağıyevin xeyriyyəçilik ictimai fəaliyyəti və yaşadığı dövrdür. Yəni, bu mənim nəslimin açılmış səcərəsi idi. Ona görə mən bugün sizin qarşınızda baş əyirəm. Arif Miyetiyev, Allah rəhmət eləsin ki, nə yaxşı kişilər, nə yaxşı insanlar var. Hamısı da mən tapıram, mən tapırlar. Tədbirimizin də veririk. Buyurun Könül xanım, eşidək sizi də. Mənim üçün qəfil oldu, heç bilmirdim mənə söz veriləcək. Dilara xanım, dəvətiniz üçün təşəkkür edirəm. Həqiqətən də çox mötəbər bir işin arxasındasınız. Sizə bu işdə uğurlar arzulayıram. Sizə bu işdə həqiqətən də keşməkeşli yolda büdrəməməyə arzulayıram. 85 illik bir həyat yolunuz həqiqətən çox mötəbərdir. İnşallah davamlı olar, inşallah daha axarlı olar kitab təqdimatlarınız və belə bir mötəbər bir insanın yaradıcılığına hər zaman işıq salarsınız. Var olasınız, təşəkkür edirəm. Bir dəqiqə sözü tanımayın. Mən sizə vəsiqə verəcəydim. Ay canım, çox sağ olun. Milli dəyərlərin qorunması ictimai birliyi, Respublika Qadınlar Cəmiyyəti kimi, onun da psixoloqa ehtiyacı var. Və mən dedim ki, sizi bizim də psixologumuz olasınız.
yegəni sizə, Teşekkür ederim. həm də bizim milli dəyərlərimiz Musalar evadındadır. Ona görə Teşekkür ederim. Çok sağ olun. Her zaman Sağ olun. Her zaman da var olun. Çox sağ olun. Nazirliyinin sədri Bahar xanım Qasımovaya. Bir dəqiqə bura gəl. Bir dəqiqə. Gəlirəm. Zəhmət olmasın. İşte böyle gel otur yerinde. Öyle biraz alırım. Ondan çoxsunu kəsilib, efirlər, başa düşürük, orada çox az bir yer verilir də. 45 dəqiqəlik, 40 dəqiqəlik sənədli filmdir. Elə bizi salmış sonra təşəkkür edirəm. Amma deyirəm burada, yox 5 saatı əhatə edir. Deyirəm burada elə qonaqlarınız var ki, onların da ürək sözlərini eşidərsiniz. Ancaq iki kəlməni bugün mən mütləq deyəcəm. Siz bayaq dediniz, ağıllı qadın. Bəli, Azərbaycanda ağıllı qadınlar çoxdur. Həddindən artıq çoxdur. Amma siz müdrik qadınsınız. Ağılın üstünə biraz da zənginlik qatıb, müdrik kimi rəftar edirsiniz, müdrik kimi hərəkətlər edirsiniz və bizim çoxlarımıza da nümunəsiz. Hər dəfə deyirəm, sizdən çox şey öyrənirik və bugün də öyrənirik. Yaşımızın az qala sizə çatmasına baxmayaraq, yenə də sizdən öyrənirik. Və mən deyirəm ki, müdrik qadın bugün bu qədər insanı ətrafına toplayıb, hər birinin yəqin ki, müəyyən bir işi, sənəti, müəyyən vacib məsələləri həll olunması olmağına baxmayaraq, sizin dəvətinizə yerə salmayıb bura gəliblər. Mən bir daha hər birinə də öz adımdan da təşəkkür edirəm, çünki siz də bizim idarə heyətinin həm üzvüsünüz, həm də Səlim müəllimsiniz. Hər birinizə təşəkkür edirəm. Bahar xanım həmişə mənim yanımdadır, bunun üçün mən sizə xüsusi təşəkkür edirəm və filmi gözəlləşdirdiyinizə görə bir yeganə xanımdır ki, ağlayanda da gözəl görükür və filmi gözəlləşdirdiyinizə görə mən sizə təşəkkür edirəm. Mən icazə versiniz, bir nüansı çıxım kənara. Mən deməli, müəllif Arzu Fərəcovadır. Arzu xanım, qalxın görsünlər sizi. Kitab gətirməmişsiniz, yox, təqsirinizdən keçirik bu. O cür gözəl kitabı necə kitab yazmaq fikrində idi. Materialları çox idi və mən onları bir yerə girdim, cəmlərdə gətirərdim. O kitabı biz bir elan eləmək istəyirəm. Birincisi odur ki, burada oturan 2 nəfər şahiddir ki, mən o kitabı şəxsən Mehriban xanıma çatdırmışam, oktyabrın 10-da. Bunun üçün alqış istəyirəm Mehriban xanıma. Və ikinci alqışım da odur ki, yadında da mən səndim ki, biz məqalə yazmışdıq. Mən yazmışdım, Mehriban xanımı təbrik eləmişdim. Saytdan 3 yazı seçilibdi. Fond bu yazını qeydə alınırdı. Gəl Afarqinə, qalsın səndə. Aktor olmaq. Sözüm var deyilmə. Hər kəsi salamlayıram, dəyərli xanımlar. Qarşısında əlbəttə ki, nəsə danışmağa biraz adam yaşım uyğun deyil, amma Dilarə xanımla bizim bu kitabın üzərində bəli, əziyyətimiz oldu. Dilarə xanım da sağ olsun ki, mənə ilk kitabım idi və onda dəstək oldu. Bilmədiyim nələr varsa anlattı. Gözəl bir kitab araya əlsiyə gətirdik. İnşallah xeyirlisi. Mən sizə Allahdan uzun ömür arzu edirəm. Hər zaman yaşayın. Biz də sizdən, Bahar xanım demişkən, biz də sizdən öyrənirik. Yavaş-yavaş hər şey. Var olun. Çok sağ olun. Buyurun. Və indi bizim şöhrətli şairimiz Seyran Səxavətə. Cümlətlər istəyir elə başa düşsün. Çünki oxşayan adamlarda tarix qoyulur. Ulan kəs gedir. Və sizə deyəm ki, Dilarə xanımın tədbirlərində iştirak edirəm, imkan daxilində və Dilarə xanımın tədbirləri çox xoşuma gəlir. Çünki orada başqa tədbirlərdən fərqli olaraq 98% gözəl xanımlar olmuşdur. Hamınızı salamlayıram. Sonra mən Dilarə xanım deyərlər ki, Nüvarevin babasını tərif edir. Mən bir dəfə Dilarə xanıma dedim ki, Dilarə xanım, birdən elə bilərsən ki, Ağamsan Nağıyev təhcə sənin babandır. Səhv bilirsən, o hamımızın babamızdır. Yəni belə qəbul edək ki, Dilarə xanım hamımızın babamız haqqında belə canfəşanlıq edir. Mən Ağamsa Nağıyevlə nə vaxt tanış oldum? Deməli, bir kitab keçmişlərimdə, bazı oxudum onu. Burada Ağamsa Nağıyevlə bağlı bir informasiya var idi. Deyir, o vaxt xeyriyyə üçün pul yığılmışlar. Xeyriyyə, Ağamsa Nağıyevin oğlu tutaq ki, rəqəm şərtidir, 100 manat verir. Xeyriyyə pulu yığılanlar. Sonra gəlirlər Ağamsa'nın yanına, o da çıxardır 10 manat verir. 3 manat. Fərqi yoxdur, rəqəm şərtidir. Milyoner nəməsi deyil, yoxdur ki, deməli,
Deyirlər ki, ay Musa, sənin oğlun 100 manat verir, sən 10 verirsən. Deyirlər, onun nə veclə, onun dədəsi milyonçudur. Mən samançı olmayam. Sonra bu kişiyə... Dərin mənalı. O yumorsuz adam bir dəfə məndən soruşdular ki, televizyonda, soruşdular ki, bu Sosial Müdafiə Naziri sənə desə ki, Seyranlarım, bir arzumu de, yerinə yetirim, nə arzu edirsən? Dedim, valla arzu çoxdur, amma ən birinci onu arzu edirəm, xahiş edirəm Sosial Müdafiə Nazirindən ki, yumoru olmayan adamların hamısına invalid hesab elə və onlara pensiya lazım edir. Bu mənada deməli, mən Dilarə xanımı təbrik edirəm, çox istəyirəm onu. Sağ ol. Amma o pulları getirsən o 400 neçə milyon, sənə bir çox deyəcəm, çalışıyorları getirəsən, oldu. Bir də deməli, Ağamısa ilə bağlı bir şey dediyim, ben onun ikinci hanımının şəklini gördüm. Ağamısa hakkında fikrim biraz da böyle daha güzelleşti. Kişinin gül kimi zövqü varmış, yerden ben ne arzuyorum? Böyle meclisler adam çok danışmaz. İki kelimeyle adamı başa çıkarlar, öyle değil mi? Ben Ağamısa deməli, Dilarə xanım dediyinə görə Ağamıza Nağıyev Dilarə Nağıyeva'nın babasıdır, elə deyil. Onun babası yani o dövrdə 98 bina tikib. Bizə çatdırmayıb da. Mən belə bir asosiyativ bir paralel gətirmək istəyirəm ki, mən arz edirəm ki, nə qədər yaşayacaq, onu sağlamışsa Dilarə xanım. Mən sənə ömrün rəqəmi deyənmərəm, çünki bu Allahın buxalteriyasına ait bir şeydir. Mən kompetansiyandan uzaq öyle girişənmərəm. Və sizin babanız, hörmətli Dilarə xanım, 98 bina tikib, elə mən arzu edirəm, ürəyimdən keçdi. Biz bu yaradıcı adamlar arzu edirlər, o qədər də fikir verməyin, həmən o qədər də fikir verir. Ben arzu edirəm, siz 98 yıl yaşayasınız ve 98 kitap yazasınız. Ondan babanızı daha şad eləmiş olarsınız. Qadın bəyəkləri çıxışınızda bir şey, ona da münasibət bildirin, baxınızı almayacağım. Dilarə xanım Bərxeyli Fazil müəllimin qəbuluna gələndə elə bilir ki, bir çəli ilə, zadı ilə biri gələcək, amma mən yaxşı qalmışam. Sonra sizə deyim ki, özü haqqında çox yüksək fikirlər. Siz hamınız özünüz haqqında yaxşı fikirdə olun. Dilarə xanım, mənim əzizim, mən sizi çox istəyirəm. Ben deyirəm ki, sizin belə qalmağınızın səbəbi o qədər ürəyiniz təmizdir ki, o qədər ürəyiniz böyükdür ki, siz xəbislik yox, hamının yaxşılığını istəyən bir adam niyə belə qalmamalıdır ki? Valla Dilarə xanım, hara geçsən, mesela senin vidin, görkemin, senin en güçlü silahında olur. Şey yoktu. Dilarə xanımın nənəsi qızı, Yeganə xanım buradadır. Yeganə xanıma da söz verək. Yeganə xanıma söz versinlər. Yeganə xanım bir şeir oxudum, cəmaat şeir. Ondan xəbərimiz var. Bu yaxınlarda biz Antalya'da Türk dilli devletlerin bir konferansı keçirildi. Orada oldu bir 3 gün. Bu aydı bəli, bir ayın 17'sindən indi. Baxırıq, yoxdur Dilarə xanım. Açıb sumkasını, Bakıdan apardığı kitabın, təzə bir kitabı. Orada da yazırdı. Orada da yazır. Dedi Dilarə xanım, nə dedi ki, Qartal Aydın, vətən şəhidimiz oldu müharibədə, rəhmətə gedib ona ait bir kitab. Yəni Dilarə xanım, siz daim öz fəaliyyətinizi davam etdirirsiniz. Sizə nə arzulayım? Şeir istədilər, bir şeiri demək istəyirəm. Qoca tarix özü işə qarışdı. Daş divarlar, imarətlər danışdı. Ağamsa ruhu yanda alışdı. Bir babanın, bir nəvəyə sözü çox. 98 bina tikən babanın 100'ə çatdırmağı keçdi qəlbindən. Dilarə nəbzini tutdu zamanı, görən heyran oldu hər əməlindən. Babasına layiq oldu nəvəsi, əməli ilə heyran etdi hər kəsi. 85 yaş ona Tanrı töhfəsi,
qoy görməsin Dilarəyə yüzü çox. Dilarə Teşekkür ederim. Sevirəm. Həqiqətən həyatı sevmək lazımdır. Əgər həyatı sevməsən, yaşamağın mənası yoxdur. Mən elə tərbiyə almışdım ki, mənim atam da belə oldu. Həm yumorlu olub, həm ağlayan yerdə də insanları güldürüb ki, qəm qüssə olmasın. Yəni qəmdən qüssədən biz kənar olaq. Mən də çalışmışam bu 10 kitabında, 7'si buradadır. Fazıl mənim 10 kitabım var. Və 9-cu kitabımda mən tərəqqi medalı alarkən Əhliman müəllim, bizim görkəmli onkologumuz, o mənə təqdim edəndə dedi ki, Dəri xanım sonuncu kitabı. Dedim, elə nə ediyorsun? Sonuncu niyə olur? Bu axırıncıdır. Və 10-cu kitaba aparıb onu vermişəm ki, biləsiniz ki, mən dediyimi yerinə yetirirəm. Allah mənə can sağlığı versin ki, mən də yaşayım, sizlər üçün yaradım. Hərdən sizi güldürürəm, hərdən sizi ağladıram, hərdən hirsləndirirəm. Bu da olmalıdır. Həyat onsuz şirin olmaz. Mən burada Qazi qızı İlahəni də istəyirəm sizə təqdim edeyim. İlahə xanım uzun müddət deməli, atası qazi olurdu, 2 gözündən şikəst olurdu hazırda. Çünki onun atası 90-cı illərdən illərin qaziləri olub, belə o qazilər, şəhidlər unudulmaz sinə dəftərimizdir. Onların yaşadığı bu yaxında oradan gəlib, orada böyük işlər görüb, milli mənəvi dəyərlərimizin ictimai birliyinin fəal üzvüdür. Qazi və şəhid ailələrinə o da rəhbərdir, Arzu Fərəcioğlu da ikisi onların rəhbərdir. Orada və biz hər ay 2-3 burada qazilər də oturub, şəhid anaları da bilirlər ki, biz onların ailələrinə gedirik, baş çəkirik. Kifayət xanım sizə təşəkkür edirəm xüsusi. İsmail'dən durub gəlirdi. O qədər məni istəyir ki, mən də onu istəyirəm. Allah balanızı rəhmət eləsin. Bütün şəhidlər bizim ürəyimizdədir. İlahənin atası buradadır. Hamı bizim qəlbimizdədir. Allah rəhmət eləsin. Mən sizə bir nəfəri təqdim etmək istəyirəm. 12 kitab müəllifi olub, yazıçıya qəbul olunmurdu. Belə bir insan olub və mənə yaxınlaşdı. Bahar xanım deyir ki, bütün dərmanlar Dilarə xanımdadır. Mənə yaxınlaşdı, bir 2-3 ay bundan əvvəl, ondan əvvəl tanıyırdım, amma o qədər, belə necə deyim, ünsiyyətimiz o qədər dönmür ki, deyim ki, kimdir, nədir. Bir gün dedi ki, mənə niyə yazışlara qəbul eləmədilər? Yadıma düşdü ki, Ceyhun qulaq az. Mənə də 5 il qəbul eləmədilər. Anar müəllimin kabinetinə girdim, dedim, Anar müəllim, dedi, siz autobiografik şeylər yazırsınız. Mənim atam Rəsul Rıza görür, anam Nəgər Rəfi bəyindir. Mən kimdən yazmalıyım? Vicdanım haqqı bu sözünü. O cəhəqə mənə qəbul elədi, Anar müəllim. Dedim, mən kimdən yazmalıyım? Mən Ağa Musa'dan yazmalıyım. Bir də deyim, indi bu günləri Milli Müdafiə Nazirliyində dərs deyir mənim nəvəm. 22 yaşı var. 9 yaşında olanda belə bir məclisdə idi. Dedilər ki, Dilarə xanım söz verir. Oradan qışqırdı. Niyə söz vermir, niyə söz? Dedim, ay bala, mən görüm söz üçün. Niyə qoymursan mən? Dedi, o Ağa Musa Ağa evdən danışır. Yəni, uşaq o vaxt 9 yaşında bilirdi ki, mən ancaq Ağa Musa Ağa ev haqqında danışıram və Ağa Musa Ağa ev haqqında yaza da yazar oldum. Mən filologam, özü də rus dilli olmuşam. Bahar xanım sağ olsun, mənim Güldə Qurbaşlarım, dənləri, dınları, bir Yeganə xanım redaktör edirlər, ortaya çıxartırlar. Amma ki, bizi Ceyhunumuz, Mövbət oğlu, çox belə bilikli, savadlı, çox. O da mənə dedi ki, bir 3 ay bundan öncə ağız açdı ki, Dilarə, mən yaşıyorum, çox mətər qaldım. Və girdim Anar müəllimin yanına, 2 dəqiqə onu qəbul edirlər. Əl çamaq olur. Bir dənə qəzəl deyilən, Dilarəçi. Mən üçün yazmışdım, yox? Deyirlərsən? Sonra deyərəm, tanıdı da. Deyə bilmirsən? Diplomu qalma. Nə deyir? Sonra deyərəm. Sonra deyərəm. Sonra deyərəm. Sonra deyərəm. Əziz adamsınız. Yox, sözünü deyilən. Biz sizi çox istəyirik. Siz harada tədbir eləsiniz, biz ora gəlməyə hazırıq. Çünki hər insanda elə ağrıq yoxdur ki, ondan ağrıq alasın. İnsanların əksəriyyəti pulu var, çoxdur, azdır, dəxli yoxdur, qara grupdur. İnsan ağrıqlı insan görəndə şadlanır, ruhlu şadlanır ki, bizim içimizdə ağrıqlı insanlar hələ var. Biz sizi çox istəyirik, Allah köməyiniz olsun, siz biz üçün ağrıq çəksiniz, daim yaşayın, yaradın, daim qulluğumuzdayıq, inşallah. Ben
görüşmedim, söz dilerim, söz dilerim, bu iş görmüşüm. Teşekkür ederim. Nereden takıram, çok takıram. Milli kimliğimizin qorunması və milli mənəvi dəyərlərimizin təbliği sahəsindəki fəaliyyətinə seçilən Dilara Nağıyevanın 85 illik yubileyinə həsr olunmuş Zamanı Aşan İrs sənədli filmində söylədiyi dəyərli fikirlərə görə Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa Ağamusa zirvəsi diplomu ilə təltif edilir. Bu sonrasındadır ki, mən burada təsisçi gedirəm. Mən artıq sədr deyiləm, sədr mən qızıma həval eləmişəm və qızım gəlməlidir. Gələcəksə bir sürpriz gözləyir sizi, baxarsın. Təbrik edirəm, təşəkkür edirəm. Ceyhun, haradasan? Ceyhun gəldi. Deyəm görüm, sənin üçün də yazmışam. Kitablarımda poetik ruhumuzun yaddaşını müxtəlif rakuslarda əks etdirəm. 12 kitabın müəllifi, istedadlı şair və qəzəlxan, sözün gücü ilə ruhlara toxunan bir sənətkar, yazıçılar birliyi ilk adımlarını alqışlayan Ceyhun ödülüdür. Ağamusa zirvəsi diplomu. Mənə baxın. Mənə baxın. Bundan böyük qiymət olanınız. Teşekkür ederim. Sağ olun. Sağ olun. Buyurun, Sevinç Hanım başlayın. Müdafiə ediyorum. Daha bir şairlər, burada yazarlar, yaradıcı adamlar oldu. Şair Mərcan xanım, şahsızlıq. Mən deyərdim ki, Banu Çiçəklərin, Cəlaliyyələrin, Heyran xanımların davamçısıdır. Nəyə görə? Harada bir dərdli, harada bir problemi var. Görürsə, indi əyani vəsait kimi gördünüz Ceyhun müəllimi. Təbrik edirəm Ceyhun müəllim, artıq bizim kolleqasız bizdə. Və Dilarə və Bahar xanım. Mən bu, bir də Yeganə xanım. Bu üçlər ittifaqı mənim başımın tacıdır. Həmişə sol tərəfindədirlər. Həmişə mənim yaradıcılığım, Fazil müəllim. Mənim hər bir irəli addımımı həmişə onlar alqışlayıblar və seviniblər. İstəsəniz bir dənə məni götürərsiniz. Mən də axşam düşündüm ki, biz dünən şəhidlikdə idik, milli qəhrəman, yəni orada anındaydık. Sonra Yazıçılar İttifaqında tədbirdəydik. Axşam gəldim, amma elə yorğun idim. Bir dənə şeir yazmışam, mən çox danışmayacağım. Dilarə xanım mənim üçün ən yüksək zirvədə dayanan mən deyərdim ki, arizikdir. O bir planetdir. Biz də, siz də, hamımız da onun ətrafında ulduzcuqlarıq. Mən babası haqqında 5-ci kitabda bilirsiniz də, sənin baban Ləngərində dağ olub. Amma indi isə mən Dilarə xanımın, belə deyək də, 18 yaşına görə axşam bir şeir yazdım, icazənizlə, onu oxuyub oturacam, çox danışmayacaq. Mən 18 deyirəm, mən görmürəm axı. Təbrikə gəlib. Dilarə, gözəlim, zöhrə ulduzum. Yığışıb dostların təbrikə gəlib. Ömrünün bu cürşən, mən müdür işlemdən gözəl çağında arzuya, murada, diləyə gəlib. Talih qəlbinə xoş yazıb yazı. Elinin, obanın, işvəli qızı, işvə var da, düzdür, Fazil müəllim, var da. Aşıqlar şəninə dindirsin sazı, deyib danışmağa, gülməyə gəlib. Dostlarla dar gündə ortaq olmusan. Ağlayanda ağlamısan, dolmusan. Mənimlə hər anda bircə olmusan, hər dərdimə şərik olub o insan. Yenə də halını bilməyə gəlib. Mərcan səni nə unutmaz, nə atmaz. Könül şüşəsini qırmaz, qanatmaz. Altına, gövhərə, şöhrətə satmaz. Könül nəğməsini verməyə gəlib. Dilarə xanım, əzizinəm 100 olsun. Daş tərəzi düz olsun. Allahdan arzum budur. Ömrün elə 100 olsun. Bu da sizin əziziniz. Sana göndərim. Onu sana göndərim. Özdə şeir kompüterdə yazılmıyor, əllə yazılıyor. Hə, demirəm axşam. Belə şeydə yox. 6-cı kitaba salacam, özünə yazmışam. Mənim öz adım Mərcan, dövlətimdə də bir can.
Mənim öz adım Mərcan, dövlətimdə bir can. Bu iki can birləşir, çağırır Azərbaycan. Şahbuzdandır şair Mərcan, qoy var olsun. Şahbuzdandır şair Mərcan, qoy var olsun Azərbaycan. Sağ olun. Sağ olun, təbrik edirəm, sağ olun. Fazıl mənim tərsinəm durulur. Fəli xanım, Fazıl mənim yanına getmişdim. İçeri girəndə gördüm bir belə elədi, bəyan danışdım. Dedim Fazıl mənim, elə bir qız kimsə belə gələcək, görüb mən. 85 yaşında mən nümunəyəm də. Mən göstərirəm ki, yəni ki, 85 yaşında. Yaşdan Deyir, Jahilə xanım gəlməyənə qədər başlamayacaq. Mən dedim ki, Jahilə xanım oradan mesaj sizə göndər, başlayın, mən gəlib çatacağım. Bəli, buyurun. Hə, bir dəqiqə sizi təqdim elədi. Qeyd edək ki, Jahilə xanım söz verməmişdən öncə qeyd edək ki, Jahilə xanım Dilarə Ağamzanın yaradıcılığının şahidlərindən birincisidir desək yanılmarıq. Jahilə xanımın anası mərhum Rəngiz Gün Dilarə xanımı əzabkeş nəvə adlandırmışdı və bugün də hər zaman olduğu kimi Jahilə xanım Dilarə Ağamzanın yanındadır. Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini filologiya və doktor professor Jahilə xanım Əliyevə söz verilir. Buyurun Jahilə xanım. Təşəkkür ederim. Necə istəyirsiniz eşitməyə, sözü eşitməyə qabil insanlar oturublar birinci növbədə. Mən hər birinizi salamlayıram və çox üzürlü hesab edeyim ki, məclisdə biraz tədbirlər, mən əvvəlcədən demişdim, ard-arda 2 tədbir var idi. Ona görə də orada da cəmi 15 dəqiqə oturdum Fazil müəllim, inanın ki, qalan 45 dəqiqəm yolda, tıxaclarda keçib və gəlib bura özümü çatdırdım. Mən artıq məclisin belə simalarından hiss edirəm, görürəm ki, mənə qədər də tədbir çox gözəl bir rəvan axınla keçib, onu artıq mən iştirakçılardan hiss edirəm. Onların mən əminəm ki, Dilarə xanım haqqında çox dəyərli Dilarə xanım haqqında dəyərli fikirləri olub. Mənə qədər filmdə artıq izləndi, gedişatdan xəbərim var və o filmdə də mənə də Dilarə xanım haqqında, onun son kökü haqqında danışmaq şərəfi qismət olmuşdu. Yəqin ki, onu da artıq təəssüflər olsun ki, özüm görə bilmədim, bilmirəm çıxışımın hansı hissəsi hansı gedib, evi onu sonra baxacaq Allah'ın sayəsində deyəm, edirəm. Məni təqdim elədilər və birinci növbədə əlbəttə ki, burada Dilarə xanımı uşaqlığımdan bəri, gəncliyimdən bəri, belə deyim, yeniyetməli və gəncliyimdən bəri tanıyan, Dilarə xanımın həyat yoluna yaxından bələd olan bir insan kimi iştirak edirəm. Həm də bugün mərhum anamın bir, belə deyim ki, ruhunun dolaşdığı bir məclisdir bura. Çünki onlar uşaqlıqdan bəri rəfiqə olublar, onları bir qəribə taley birləşdirib, belə deyim ki, Sovet İmperiyasının düşməni, dırnaq arası düşməni sayılan babalarının keşməkeşli taleyi bu iki xanımı birləşdirib. Yaşıddılar, həm də hardasa təqribi yaşıddılar. Ömrü sizə qalsın Dilarə xanım, Rəngiz xanımı mən 75 yaşında itirdim, amma siz yaşadsınız, yaşasaydı sizinlə yaşıd olacaqdı. Mən sizə çox-çox uzun-uzun ömürlər diləyirəm Dilarə xanım və çıxışımda da, filmdə də söylədim, hər zaman da söyləyirəm ki, Dilarə xanım, anamın da söylediyi kimi, babası yolunda, nəsil, soy kökünün belə deyim ki, o represiyalardan qurtulması yolunda özünü bir simul quşu kimi yandıran, özünü oda közə vuran, yorulmadan çalışan və istəyinin bir qisminə deyim ki, nail olmağı bacardı. Dilarə xanım çoxunun edə bilmədiyini etdi və həqiqətən də babasının adını, babasının şərəfini qaytara bildi özünə, tanıda bildi, yaşada bildi. Dilarə xanımın bu nəsil haqqında, Ağamusa Nağıyev haqqında saysız hesabsız kitabları var, bilirsiniz. Bir çoxunda yazılarımız var o kitabların içərisində, Rəngiz xanımın da yazıları var. Və mən vaxtınızı çox almaq istəmirəm, deyib görünəyim kəndin bələdçisi olmaz. Dilarə xanım elə öz zəhməti ilə, öz əməyi ilə, özünün də belə deyim ki,
artıq gənclikdən biraz irəliyə gedən yaşlar, 19-dan daha yuxarı 70 yaşında müzakirə edir. Onun da iştirakçısı 82 yaşında. Amma Rəna xanım, o qədər deyirsin, inanacaq. Sən özün neçə yaşda hiss edirsən, sən o yaşdasan. Biz Dilarə xanıma uzun ömürlər diləyək. Arzu edək ki, bilirəm ki, onun hələ arzuları var, hələ babası ilə bağlı, bu vətən ilə bağlı bir çox arzuları var. Yox, işin yaman mənim gözümə düşür. Bilirəm ki, arzuları çoxdur, istəkləri çoxdur və biz arzu edək ki, həmin o hədəflərinizə çatmaq üçün sizə Allah Taala bundan sonra da çoxlu güc versin, qüvvə versin və mən bilirəm ki, sizin arzunuz, istəyiniz nədən ibarətdir. Əmin deməyim, amma bir ümidim var ki, bir ümidim var ki, siz o arzuya da çatacaqsınız. O itirilmiş haqqı bu torpağa qaytaracaqsınız. Və onu qaytardığınız zaman babanızın davamçısı olaraq onun missiyasını davam etdirəcəksiniz. Bax, mən bunu burada sizin qarşınızda onu arzulayıram. Mən bilirəm ki, siz onu özünüz üçün yox, siz özünüz üçün yox, sırf o kişinin missiyasını davam etdirmək üçün edirsiniz. Yox, şeyin yoxdur. Mən sadəcə Nurəngiz xanımın 2-3, nə bilim, yadıma düşən burada fikirlərini deyirəm. Deməli, Nurəngiz xanımla dedimdə uşaqlıqdan bəri dost olublar, rəfiq olublar. Yazısından bir-iki cümləni oxuyacağım. Deyir, Dilarəm, möhtəşəm babası uğrundakı həlak. Sən çırpıntılarında ol. Görək bu mənzərə bizə nəyi pıçıldayacaq. Budur, o balaca qızdır. Demək ki, 51-ci il, Pirşağı. Bizim səs-küysüz, 3 nöqtə, nəyə görə səs-küysüz? Artıq Hudmani bağımıza, çünki repressiyaya düşüblər onlar da, atası ilə birgə gəlmişdi. O da atası Fərəş kimi deyib gülən, gülərkən düşüncəlidir. O da dərin kədərlənməyi bacarır. Hündür meynək yolunun arxasında gizlənmişik. Gizlanpaç oynayanda belə dilxordur. Üzün giləliyir, deyir. Mənim babam böyük adam deyə bilirsən, bunu Dilarə xanım mənim anama deyir. Mənim anam da deyir ki, sus, danışma. Səsimizi eşidir, yerimizi bilərlər, bizi taparlar. Hə də Musa babamın da yerini bildilər, diksindirdilər. Onun yanaqları ot kimi qızarır. Mənim də babam düşməndir, anam deyir. Mən ah çəkdim, öldürdülər. Sənin baban həkim düşmənidir, Dilarə xanım. Mənimki ev tikən. Anam deyir, bu hökumətə belə düşmənlər lazım olmadı. Bu diyalog iki qızcığazın, 11 və 13 yaşlı qeyrət dağarcıqlarının arasında getmişdi. Bəli, 1917-ci il Azərbaycanda mesenatlığa son qoydu. Xeyriyyəçilər düşmən çıxdı. Bunun ardınca gələn mübarək 37 isə digər milli burjua nümayəndələrini, qaymaqları eyni ad altında parçaladı. Müxtəlif gedər-gəlməzlərə, buz gürşələrə, onlar üçün bilet dəvətnaməsi uzatdı. Onların yiyəsiz baxan, solmaqda olan ailələr isə əbədi tıqqıltılara, təqib hürküsünə əmanət qaldı. Təqib və insan və ədalətsizlik. Bəli və lakin bütün bu sirlər nə vaxtsa aşkar olur. Bu qəbildən ruha baskı, şəxsiyyət əzmə yönümündə doğrulan satqınlar da təbii ki, zaman axınında lazımınca faş olur. Gələcəyi mükəmməl dərsi üçün bunu da bilmək lazımdır. Və Dilarə, vuruşlarına, zinharına bələd olduğum çiçək, babasının yorğun yavrusu, sən isə gülümsünən çırpıntılarınla salamat qal və başını yastığa atanda, daha yuxunda babolun jandarmalarını, onun könlünü sındırmaqda olan o və bəni həmzatları deyil də, elə birbaşa ağa kişini, Ağa Musa ağanın özünü gör. Gör ki, tikdiyi binaların üzəri ilə gəzən o müstərib kölgə ağ dünyasında necə bəxtiyar gülümsünür. Eynən xərəc təbəssümü kimi, sənin kimi Dilarəm, qalib və ixtiyarsız. Sizə aramızda zirvəsi gətirmişəm, diplom, Rəna xanım. Çəkdiyiniz zəhmətə görə mənim 2 filmimdə, 7 filmimdən 2 filmimdə Rəna xanım iştirak edib.
və bu da diski, filmi baxmadı Çox sağ olun, siz. çox minnətdaram. Siz danışdıqca Nur Rəngəzin rəhmətliyin səsi gəlirdi qulağıma, vicdanıma and olsun. Həqiqətən biz çox dost olmuşuq, çox böyük şair idi. Çox tez getdi aramızdan. Gözəl insan idi. Gözəl insan idi, gözəl ana idi, gözəl dost idi. Mən o rəfiqə dördü, biz dost idik. Həm bizim nəslimiz, əslimiz, keçmişimiz bizi bir-birinə bağlayırdı. Babalarımızın nüfusləşməsi, hamısı oradaydı. Cəli xanım, min dəfə təşəkkür, həmişə yanımdasınız. Bunu mənim üçün varlıqdır. Uzun illər Çox sağ yanınızda olun, olun. təşəkkür edirəm. İcazə versəz, Sevinç xanım. Güzel şəhərcə salamlayıram. Allah hər birimizi qorusun. Allah dövlətimizi, millətimizi, Cənab Ali Başkomandanımızı qorusun. Allah bir də müharibə nəsib eləməsin. Müharibə çətindir, əzablıdır, amma sonu şərəflidir. Tək vətən sağ olsun. Deyir, torpağa su düşəndə çamur olar, bayrağa qəndəyli vəsin olar. Tək vətən sağ olsun. Burada ziyalılarımız var. Allah hər birimizi qorusun. Allah can sağlığı versin. Mənim üçün də o necə hara getdəmsə deyirlər, fəxr edirik səndən. Mən də sizlərlə fəxr edirəm, ziyalılarımızla fəxr edirəm. Başda Dilarə bölüm olmaqla. Allah buna can sağlığı, uzun ömür versin. Mən də bir anamın anası, nənəsi var. Onun da hələ də mən yaşım bilmirəm. Atam da Musadır. Atam da Musadır, onun da hələ yaşım vallahi bilmirəm. Nə vaxt soruşuram, deyir vallahi bilmirəm. Nə şəxsiyyət vəsiqəsi yoxdur, nə bir şey. Yəni, özü üçün solidmi yaşayan bir insandır. Allah ömür versin. İnşallah da Dilarə bilmə onu arzu edirəm ki... Bibi deyir mənə, nə yəndacım gəlir, mənə bibi deyir. Allah ömür versin. Yəni, inşallah 100 yaşınızda da mən birini yazarsınız kitabı. Onu sizdən təbrik alacam inşallah. Allah hər birinizi qorusun. Allah hər birinizə can sağlığı versin. İşinizdə, fəaliyyətinizdə uğurlar arzulayıram hər birinizin. Yaşadırsınız biz Qazidən. Burada şəhid analarımız var. Allah can sağlığı versin hamısına. Alnınız açıq. Düzdür, bir gözümüz üzülsə də bir gözümüz sevinməli. Çünki biz qalib xalqıq. Yəni, hər bir evdən bir şəhid, bir qazi çıxırsa, 10 milyon xalqın üçün gör neçə qazi şəhid çıxdı. Yenə də Cənab Prezident Qarabağ Azərbaycandır deyəndə gözləri dolur, yenə də yumruğunu qaldırır. Demək bizlər Mehriban xanımımız da gözəl fəaliyyətləri var. Yəni ondan örnək olan xanımlarımız da burada var. Allah daim var desin. Valla bizim həqiqətən Azərbaycan xalqımızın xanımları çox belə necə deyim, bütün dünyadır, necə deyim, mən baxıram, yəni çox istəyirəm həqiqətən Dilarə böyük başda olmağını. Yəni belə fəaliyyətlər görünür, çox qürur duyuram həqiqətən ki, bizim belə Azərbaycan xanımlarımız var, mərd, cəsur, qorxmur, nə bilim, ön xəttə tərəf gedirlər, bizi yaşadılar. Şərt o deyil, müharibədə savaşasan. 44 gün oldu, bitdi. Bizim bundan sonraki savaşımız var. Allah ulu öndərimizə rəhmət eləsin. Onun gözəl çıxışları var. Ən gözəl çıxışında da biri deyir ki, deyir qalibiyyəti qazanmaq çətindir. Onu qoruyub saxlamaq, ondan da çətindir. Bunu hər zaman qoruyub saxlamaq lazımdır, hər zaman yaşatmaq lazımdır. Bu da kitablarımızındandır. Allah bütün rəhmətə gedənlərimiz, ziyalarımız başda Musa babamız olmaqla, mənim atamın da adımızdadır. Allah qalanlara can sağlığı versin, qələmləri möhkəm, qüvvətli olsun, yazsınlar. Yəni bir dənə də bu sonda bir söz deyim. İstər süpürkəsi ol, istər hərbiçi ol, istər nazir ol, istər deputat ol, kim olursan ol. Bu vətənə layiqli xidmət edirsənsə, sən özün də qəhrəmansan. Bravo. Çox sağ ol, təşəkkür edirəm. Dilahə xanımdır. Həm qazıdır, həm şəhid qızıdır. Yəni, dostumuzdur. Türkiyədən belə bir yerdə getdi. 27 sentyabr anım günü keçirildi. Yəni, elə söhbət verildi. Dedim, gəlmək istəyirsən, dedi, gələrəm. Allah razı olsun. Yəni, dünənlərdə mən ölüb dirildiyim gündür. 27 oktyabr. Mən yenidən dünyaya gəldim. Mən özüm 25 əməliyyat keçirmişəm, 50 narkoz almışam. Ölüb yarım saat sonra dirilmişəm, bir ay komada yatmışam, bir ay döyüşdə olmuşam. Yəni, bunu niyə deyirəm? Yəni, Dilarə bibin deyilsi belə gümrah. Yəni, insan həyatda gümrah olmalıdır. Çünki necə ki, xoş günləri verirsə, gülürüksə, əzəl-əziyyətdə də gülməliyik. Xoşbəxt olmalıyıq ki, o bizə, həyat bizdən qorxmalıdır, biz həyatdan. Allah hər birinizi qorusun. Bir də dayımızın sözündə bir söz deyəcəm, deyir əlillər. Valla dayı, əlillərimiz getdikcə artır. O sözü dediyi
yumrusu olmayanlara əlilliyi versin. Bir getdiniz də artıq. Bunun qarşısını alabilirsiniz. Seyran mənim. Allah. Bir 50'lərdən. 50 demirdiniz. Sahil Babay da demişdi. Yok, ben dedim ki yumru olmayan adam elindi. Ona tez verir. Elə artıq da aman da oldu. Allah hər birini korusun. Biz sizinlə qürur Çünki düşman baxıb sevinməməli. Bizim sevincimizə üzülür, kədərimizə sevinir. Ona görə hər zaman biz sevinməliyik ki, düşman baxıb üzülsün ki, mən Azərbaycan əskəri vurdum, ölmədim. Mən hər zaman döyüşə hazıram, mən tankist olmuşam. Bir dəqiqə mənə ayaq lazım deyil, mənə əl lazımdır, bir də göz lazım. Çox Allah hər mən bu tədbirlərinizdə iştirak etmişəm, Dilarə qızı. Burada üzrüsən, mən tələsi İctimai Dirəşim var. Allah hər birinizi qorusun, daima ucu olasınız, daima necə deyim, işlərinizdə, fəaliyyətinizdə uğurlar arzulayıram. Mənə bundan qabaq da demişdiniz kitab verin, mən dedim inşallah bizim evimizdə görürəm. Ben kitap vermek istedim. Evimde 2 defa olmuşam. İnşallah. Arzu seninle de olmuştu. Arzu gelip diyesin. 2 defa olmuşam evimde. Evimde kitap vermemiştim. Bu kitabın çıkmamıştı. Olursa kitap vermiştim diyorsun. Atası da Musaları da ben çok istiyorum. Dedim indi derim kitap verip kitap borcum veriyor evime gelirsin. Geleceğim lütfen bu ay Allah çıkacağım. canım var eləsin. Jurnalistlər arasında mənə evət gəlsin. Allah dövlətimizi, millətimizi qorusun. İşi var talihin özləri, səhhətinlə var. Allah teşekkür ederim. Çox sağ olun. Milyonlar gelsin, 413 milyon İsveç Bankı'nda var talimler. Gerek gibi, onun için onun talihin elinde keseceğim. Ben de tələsirəm, bir tədbirim var. İstər Ne güzel, ne güzel. Teşekkür ederim. İkisini de vermişsiniz. Çok teşekkür ederim. Bilmem hoşunuza geldik, gelmedik. Yok, çok güzel. Bizim meclis həmişə belə keçir. Var olur, var olur. Bir Molla Nəsrəddinin bir gedəndə bir maraqlı bir lətifəsi var. Deyir ki, Molla Nəsrəddin deyir ki, çıxır bazara, gəlir cəmaatı yığır. Deyir ki, ay cəmaat. Bilirsiniz onu. Elə bilin mən ölmüşəm, mənim haqqımda nə deyərsiniz? Deyir ki, hamı qayıdır ki, Molla çox ağıllı adam idi, çox yaxşı lətifələri vardı, insanlara yol göstərirdi, hər şey faydalı işlər görürdü. Hələ bir sözünü deyəndən sonra deyir, ay cəmaat, gözləyirsiniz, mən öləm bunu deyir. Sağlığımda deyil. Yəni sizə bu gözəl tərimlər həqiqətən bu cür layiqli insanlara vaxtında deyilməlidir. Bu gözəl sözlər. Sağ olun, uğurlar arzulayıram. Çox üzrlü sahib başqa bir təqdir. Sonra Jalep Hanım kimi saçlar. Plov gedər o. Çok sağ olun. Sağ olun. Sağ olun Fazıl Bey, teşekkür ederim. Gəlişinizə görə, danışığınıza görə, mənim Milli Məclisə qəbulunuza görə çox təşəkkür Yo, ben ederim. de borcumu almadım yani. Axırı ki sevdirdim özümü sizə. Sağ olun. Çox gözəl məclisimiz keçir, rəsmi məclisdir, amma ki demək bilmək də lazımdır. Mən burada hər şeydən kənar çıxacağım. Qazlarını sarı getdim, hoş getdilər. Ne diyorlar? Mənim ailəm burada iştirak edir. Yəni qardaşımın, böyük qardaşım Rauf, mərhum Rauf'un. Biz bu yola çıxanda 3 idi. Rauf qardaşım idi, bir də Solmaz bacım idi. Amma mənə onlar balaca Sara deyirlər. Yəni Həzrətin Talibin qızı kimi baxırlar mənə. Yəni ki, cəfakeş öndə gedən və mən öndə gedirdim və onlar itəliyirdi, he deyirdilər və isə gedib dağlar aşırdı. İş görən mən idim. İndi ikisi rəhmətə gedib, hə çağırırlar məni gedib. Mənim vaxtım yoxdur. Mən oralıq deyiləm. Mənim işlərim var, siz görməyənləri də mən görməliyəm. Bunu gülmək üçün deyirəm, onun uşaqlarından burada Fərəh xanımdır, Samira xanımdır, Çingiz qardaşımın qızı Fərəh, Rauf qardaşımın qızı Samira, durun görsünlər sizi. Rauf'un nəvəsi, fotoğraflar, çok mübarek olsun. Çok sağ olun ki bir müzik sahipsiniz. Evde çok görürsünüz, burada gelirsiniz. Benim bir yerdeyken, Elşan çok güzel insandı, çok güzel. Liza'nın qəbrini birinci defa Elşan tapıldı. Ben ona edikliyim ama Elşan tapıldı. Elşan mənə gəldi ki, xala, orada qəbir var. Onu necədir və bir gün agah olur, Jane xanım, filmdə görəcəksiniz. Musa Nağıyev'in ikinci həyat yoldaşında qəbir düzəldir, məzar düzəltir. O məzarı mən yox, xeyriyyətçi mənə kömək edin. O mənə dedi ki, mən yuxularımda Lizanı görürəm.
Dedim, mən də qəbrini bilirəm harda. Bir də o mənə böyük köməklik elədi. Çəkiliş? Olar. Yaxşı. Şeir deməmiş ara buraxırıq şair. Mən danışırım, o desin. Biraz gözləsin də. Bir dəqiqə. Bir çəkilişini bilirəm mən şeirsiz olur. Biz bura müsəlmanxanada nə qədər Avropa falan qələt ediyor. Biz özümüz kimi. Şeir deyirsən. Şeir, Bahar xanım, mənim sevdiyim Bahar xanım şeir istəyirəm. Məndən sonra. Gözəl. Gizləhlərin yeni sevirəm. İndi kim qabağa çıxar, o da tarih. Nə buradayam. Mənim bir şeirim var, biraz məşhur şeirdir. Hətta o cavan qızların, nə bilim, bu xatirə dəftərindən çıxdı. Hətta arvadın da xatirə dəftərindən çıxdı. O şeiri oxuyum və həmişə hamımıza bol-bol məhəbbət arzulayıram. Sən nə istəyirdin, sən? Sən nə istəyirdin, nələr itirdin? Qorxma kül olmaqdan, yan məhəbbətim. Sən mənim başıma nələr gətirdin, ay ilk məhəbbətim, son məhəbbətim. O parlaq sevgimdən çox utanıbdan, ulduzlar eşqimdən qızartı vermiş. İnsanlar bir dəfə doğulduğundan elə bir dəfə də sevə bilərmiş. Mənəm millət naxış sətmişəm görəm. Var mı hesabı naxışlarımın? Kipriklər özgəyə baxmayın deyə çəkir keşiyini baxışlarımın. Elə sızıldayır qəlbim tar kimi. Sən kimin eşqini daşıyacaqsan? Bəlkə də divarlar, maşınlar kimi sən də məhəbbətsiz yaşayacaqsan. Burada tənhalıqdan lap iyrənmişəm. Qoy mehsrallasın elini səni. Gedib 72 dil öyrənmişəm. Hələ tapmamışam dilini. Sən bir soyuq ulduz, mən gözləri nəm. Eyb yox. Mənim üçün həmişə varsan. Sıxma ürəyimi. Ürək cəhənnəm. Axı sən oradasan. Sən sıxılarsan. Hamı sən təşəkkür edirəm. Yenə deyirəm, Dilarə xanımın məclisləri həmişə yüksək səviyyədə keçir. Bir dəfə, bunu deyim, yarım dəqiqə olar. Mənə bir ay qabaq səhvimiz təxminən ki, Seyran mənim 5-6 xanım var, canım. Bəs o yaradıcılıqlar güclü bələtdilər, filandılar. Dedim, gedək o Nəsiminin heykəlinin arxasında, orada restoran var, dəfnə. Orada bir abid ediyor. Mən də kişilərin sözündən çıxa bilirəm, qadınlarla biraz sıyıram, sözlərindən çıxa bilmirəm. Dedim, gələrəm. Getdim, gördüm bir 40 qadın, mən də tək. Allah heç kəsə göstərməsin, həm də hamıya göstərsin. Yəni, sürprizlə dolu. Öpürəm hamısı. Sağ olun. Həmişə yanımdadır. Gözəl bir oğlumdur, gözəl bir... Ondan bir dənə sizə nüans danışacağım. Çünki məclisimizi belə eləyək ki, inciyən qalmasın. Raufun anası uşaq evindən götürmüşdü, əməyini sərf edir. Və o, anası rəhmətə gedərkən, o belə evlatlar olsun, var və olacaq. Çünki ana qədri bilən oğlan həmişə çörək tapar. O dedi ki, anamın yeri narahatdır. Çıxartdırırdı onu ekskumasiyasız nasıl çıxartdırırdı oradan. Amma mən onu başa saldım ki, yerdə gözəldir. Üstəlik bizə 3 dənə yer çox verirlər. Mənim yerim olmasa onu apararsan. Sonra Lizan qəbrini dedim. Lizan qəbri Azər müəllim bizə böyük köməklik elədi, xeyriyyəçi. Ağgül sənsən, indi başa düşdüm sənsən. Çox böyük xeyriyyəçilik elədi. Yəni ki, mən özüm o iqtidarlı deyiləm. Yəni o qədər xərci çəkə bilməzdim.
həm də ki, ikinci həyat yoldaşıdır, o qədər istəmirdim Jayla xanım, onu səsə düşdüm. Amma axırı səsə düşdü, çıxdı. Kitablarımda var onun haqqında. Çox gözəl xanım olub. 18 yaşında babamı yoldan çıxardır, 50 yaşında. Peki baba yoldan çıxanın nə edir? Zarafatırlar. Və onun qəbrini düzəltdikləndən sonra mən dedim ki, Musa Nağıyevin büstünü nə üçün bir xeyriyyətçi eləmişdi. Büstünü də qoyub, orada yazıb Bakı milyonçusu. Və bu mənim ürəyimdə 16-cı ildən böyük dərd daşıyırdım. Böyük yük daşıyırdım ki, axı o xeyriyyətçi olub. İctimai xadim olub. Milyonçu çox adam olub olmaqdır. Çox adam deyəndə ki, 11 nəfər olublar. Mən istədim ki, onu və o qraniti mən üçün dəyişdi, edib, sən biləsən. Qraniti bütün dəyişdi, yazdı. Bakı milyonçusu, xeyriyyətçisi, milyonçu xeyriyyətçi, ictimai xadim. Musa Nağıyev, alqışlar olsun Azər müəllimə. Onun da iclası var idi. Dedi ki, biraz da şey, Nəsmə xanım, sənin haqqında danışım ki, yox. Filmdə var idi, Pirəkandan düşəndə OMD bilirsiniz ki, Şahımyan OMD geçmiş. OMD, Simaşqı, hamısı Musa Nağıyevin olub. 4 xəstəxana, ilk və 4 xəstəxananı Ağa Musa Nağıyev tikdir. Və mənim ümdə arzum idi ki, mən o xəstəxanada nəsə edeyim. Və OMD-də Nəsibə xanımın əli ilə mən getdim, çıxdım ora. Qlavraç direktoru oranın anası rəhmətə gedib, ona görə gəlmədi. Filmdə də şəkildə gördünüz. O qədər o da fazil. Sizi də xoş gördük, çox xoşdur ki sizin. Opera xanım sizin, Hamduz Nəzakət xanımın əmin qızına böyük təşəkkürümü bildirirəm ki, o buradalardı, görün necə mehribandılar. Biz bilirik ki, biz nələr çəkirik və nəyisə sübuta yetirmək üçün bir də Hacı müəllim mənim şahirimdir. 20 il mənim yanımda olubdur. 2006-cı ildən 2022-ci ilə qədər, nə qədər elədi? 18 il, 2 il yalandı, 16 il, 4 il Birincidən ömrü deyildi. Hamınıza təşəkkür edirəm. Kimin nəzərdə Qəmər xanım, Ruxsarı xanım, o qədər sevindirdilər. Mehriban xanım, Sovmaz xanım, Sədaqət xanım, o qədər sevindirdilər. Sonra kim qaldı? Şəhid analarını sizə qurban olun. Kim istəyir bir dənə mənim haqqımda, ya kitab haqqında, ya biz sizəsiz. Hansınız ki? Hamınızın döygüzdür. Şəhidlərin evlərini ziyarət eləmişsiniz. Həmişə bu 5 ildə bizi tək qoymamısınız. Dilarə xanım, Allah sizə can sağlığı versin. Atalar deyir ki, ürəyin gözəlliyi üzdə görsənir. Sizin ürəyinizin gözəlliyi həmişə özünüzdən bilinir. Allah sizlərə can sağlığı versin. Kitablarınız axarlı olsun, uğurlu olsun, filmləriniz axarlı olsun. Allah sizə can sağlığı versin. Allah sizə sağlam ömür versin ki, həmişə Ağamıza Nağıyev, həmişə yaşadasınız, həmişə də yaşatmışsınız. Sağ olun ki, həmişə belə gülər üzünüz həmişə sizdən əksik olmasın. Biz şəhid anaların ki, həmişə yanında olmuşuz. Mənim oğlum 30 il, 20 ilin zabiti olub, 16 il cəbhə bölgələrində olub. O bu rütbəyə, polkovnikliyə rütbəsinə öz hünəri ilə, özünü təhlükələrə ataraq, aprel döyüşlərində də iştirak edib. Avqustun 3-də 2020-də 30 ildə alınmayan torpaqlarımızı öz qanları ilə, canları ilə tarix yazdılar. Mənim üçün fərqi yoxdur 1-ci Qarabağ, 2-ci Qarabağ. 1-ci Qarabağ şəhidlərimiz əvvəl başladılar, bizim oğullarımız bitirdilər. Bütün şəhidlərimizin yeri cənnət olsun, nur içində yatsın. Sizin kimi insanların yanında olmaq bizləri yaşadır. Siz ki, bizim bu tədbirlərə dəvət edirsiniz, bizim də başımız qarışır, məsəl üçün bizi yaşadırsınız. Allah sizlərə can sağlığı. Çox sağ olun. Allah sizi həmişə var edin. Sağ olun, çox sağ olun. Hamınıza təşəkkür edirəm. Yox, Rəşad Quliyev. Polkovnik leytenant Rəşad Quliyev. Qalları 31 içində yatsın. O, Mərziyə xanım. Bütün şəhidlərimizi bir də deyək, Allah rəhmət eləsin. Ruhları şad olsun. Sizin kimi analar, valideynlər, həyat yoldaşları onların yolunu işıqlandırır, işıq salır.
qoyulurlar yaddan çıxarlar. Biz də böyümüzü, başardığımızı sizlərə kömək edirik. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Mayda xanım danışmaq Biz anaları təsir etdik, oğullarımızı itirdik. Bir sənə qurban. Ancaq ki, yenə də qürur Çox sağ olun. Vətən yolu. Teşekkür ederim. Buyurun. Böyük ana Böyük Azərbaycanın belə ziyalı xanımısınız. Sizin həmişə üzünüz gülərli olsun. Bizim də balalarımız 30 illik torpağı alıb ana vətənliyə gediblər. Biz analar da ona görə bir yerdəyik. Biz sizin kimi analardan təsəlli alırıq. Sizin kimi böyük ağböcəklərdən təsəlli alıb yaşayırıq. Mən Kapitan Pənahov Əkbərin anası, Əkbərim hərbisi idi, 2 oğul evladı var. Azərbaycana layiqli analarıq biz. Bizim oğullar, geyimimizi də bizə bu yaraşığı da onlar veribdir. Biz onların adına layiq yaşamalıyıq. Ana vətən deyib gedən oğulların adına layiq yaşamalıyıq. Bu üç renkli bayrağı ucaldan oğulların arasıdır. Belə pis çıxmasın, TikTokda baxdım ki, 2-ci Fəxri Xiyabanda dəfn olur Əkbərim. Bizim polis balalar hamısı hər şəhidin yanında biri marş vurub təlim keçirlər. Ola bilsin 8 noyabr zəfər gününə təlim keçirlər. Bu ara məndən çox intervyu götürürlər ki, mənim ayın 6-sı Əkbərimin orta məktəbdə, oxuduğu məktəbdə keçəcəkdi 8 noyabr təlimi. Çox mənim belə, elə bil həyatdan mən yorulmuşam. Bir də düşünürəm ki, yox, mən yorulmamışam həyatda. Biz də olmuşsunuz. Mən həyatda yorulmamışam. Mən qürurla ayaq üstə durmaq istəyirəm ki, gör mən kimin anasıyam? Analar anası, fəxirli oğulların anasıyam mən. Bu həyatda ayaq üstə durmağa bizim borcumuzdur. Borcumuzdur. Elə bir igid oğulların anasıyıq biz. Elə bir qəhrəman oğulların anasıyıq biz. Mənim dərdim lap böyükdür. Deyir, müharibə idi, hər şey ola bilərdi. Nədən ki, Əkbər, zabit oğul, Murov dağından döyüş yolu keçdi, Kəlbəcərdə şəhid oldu. Kəlbəcər noyabrın 25-i könüllü təhlanındı, düşməndən. Əkbərim neytralda qaldı, 9 aydan sonra nə işi gəldi? 9 aydan sonra nə işi gəldi? Bir ananın arzusu oldu ki, 2 qurban kəstirdim, 7 qapıya payladım ki, Əkbərimin nə işi gəlsin, vətən uğrunda gedib. Bir bayrağı balkondan asmışdı, gecələr aylar əldəzlərə yalvarırdım ki, Allahım, bu bayrağa and içib gedib mənim balam hərbiçi oldu. O hərbi yolu deyirlər çətindir. Mənim balam vətən uğrunda döyüşdü. Mənim balam vətəninə, torpağına qulluq eləyirdi. Atası da hərbiçi olubdu. Birinci Qarabağ müharibəsinin veteranı atası da. O bayraqdan öpürdüm ki, nə olar Allahım, balam vətən uğrunda gedib. Şəhid də olsa qəbulumdur, balam tapılsın. Düzdür, balamın nə işi? Qar əridi, qar əriyəndən sonra gətirdilər. Bir belə bir deyir, vətən mənə oğul desə nə dərdim? Ağır olub qayasında dərdim. O Əkbər kimi oğullar oldu ki, 9 ay nə işi? Bu dağlarda qaldı. Dilarə xanım, olan anıya mən bir söz deyim. Bu bir dastandır, bu bir kitabdır. Düzdür, Əkbərin 2 şəxsi kitabı çap olunubdur. 20 kitabda əlavə olunubdur şəhidlərlə bir yerdə, ancaq 2 şəxsi kitabı çap olunub. Mən çox çalışqınlıq elədim ki, bura gətirməliydim, sizə gətirib gəlməliydim. Allah qoysa gəldi, ziyarət eləsiniz, yenə gələrsiniz. Sağ olun, var olun. Anacan, çox üzr istəyirəm. Sağ olun. Şəhidlər vətənə sadağa gedir şəhidlər. Dağların lalasına, dağların xalısına, xal düşüb lalasına. Elə qurban gedərəm şəhidin balasına. Şəhid haqq səsidir. Şəhid Allahın qibləsidir. Şəhid bizim qələbə müjdəsi. Yaşasın Azərbaycan, Allah şəhidlərimizə rəhmət eləsin. Sənə sadağa yox. Biz sizinlə
Sizinlə Qəbul eləmirəm. Türk Ağsaqqallar Birliyində o da tədbirdə olmuşuq. Eyvaz müəllimində siz oradaydınız. Allah sizə səbir versin. Tək sizin balanızdır. O Dilarə xanımın, Yeganə xanımın, Bahar xanım, bütün Azərbaycan balasıdır. Allah sizə səbir versin, öpürəm, bağrıma Amma baş. ürəyi başqa şey. Bilirəm. Biz Rafiqlərlə danışırıq. Bilirəm canım, və dünən də biz Fəxri Xiyabanda getdik o sizin dediyiniz şəhidlərin hamısını Azad Ümbətovu da biz ziyarət elədik. Dünən bütün icra hakimiyyəti, deputat hamımız oradaydı. 30 yaşına kimi mənim balam idi, 30 yaşından sonra vətənim oldu. Allah rəhmət İsmail'la da gibi onların bir ziyarette olmuştu. Balası Cavan gelirdi. Fariz balası 18-19 yaşındaydı. Bu değerli kardeşim. Mən də hər kəsi salamlayıram. Mən Kürdəmir rayonundan gəlmişəm. Fərid Məmmədovun anasıyam. Mən oğlumla fəxr edirəm. Dilarə xanımı mən 4 ildir tanıyıram. Dilarə xanımı mən görən gündən sevdim. O da məni çox sevdi. Dilarə xanımı ona görə mən sevdim ki, o çox ziyalı, dahi insan olduğuna görə, amma lovğalığı sevmir. Mən onu ona görə sevmişəm. Hər zaman insan olaraq yaxınlaşır. Aşağı təbəqə bilmir, yuxarı təbəqə bilmir. Ölçü, yəni arasında ölçü qoymur. Hər zaman hər kəsin yanındadır. Mən sizi çox sevirəm. Allah sizdən razı olsun. Bugünkü gündə bizi bura tədbirə dəvət elədiyinizə görə çox sağ olun. Gəldiyinizə görə təşəkkür ediyorum. Çox sağ olun. Teşekkür ederim. Dilruba xanıma deyim ki, kimdir? Çox redk adamdır. Adı kimi. Deməli, Musa Nağıyevin binalarını 80'ini tapmışdım. 81. bunun binasıdır. Kerim Kerimoğlu da Kosmonavtikanın böyüğü Hacı Məlim. Həmin Kerim Kerimov'un atası Musa Nağıyev ikinci dəfə evlənəndə birinci həyat yoldaşını bacısı oğluna həval edib ki, ona xidmət etsinlər, qulluq eləsinlər. Təslim İsmailov 16'da ona 2 mərtəbəli gözəl hündür bina verib, baxş edib. Həmin orada Kerim Kerimov sonradan kosmonavtika sayəsində böyüdü. Və bu yaxında biz Təzəpürə gedəndə Bahar xanımdan çıxdıq. Dedim, ay Bahar xanım, gəl burada görək bir kesi tapacağım mən. Çünki mən Musa Nağıyevin həyat yoldaşı Ümmə Səlmanın qəbrini istəyirəm bilim tapı, onu da ziyarət edeyim və onu da lazım hala gətirim. Xeyriyyəçi var arxamda, edəcəm inşallah. Getdik Dilruba xanım bizi o qədər gözəl qarşıladı. Kerim Kerimov'un qohumlarındandır, gəldidir, o ocağın gəldidir və çox gözəl qarşıladı, təşəkkür edirik ona görə. Və bir dənə arzusu var ki, orada deməli Kerim Kerimov'un adına xətrə lövhəsi olsun. Mən də demişəm. Ben de dedim ki birinci Musa Nağıyev, sonra Kerim Kerimoğlu. Orada lövhəsi olacak inşallah. İnşallah. Nartaman xanım bilir sizə söz qəzetinin böyük adamdır, söz qəzetinin gözəl insandır, həmişə mənim tədbirlərimdə iştirak edir. Üməyə kimi deyən, güləndir, ağlamalı yerində də biraz özünü qəmgin aparmağı bacarır. Yəni ki, yerini bilən adamdır, çox istəyirəm onu. Həddən artıq çoxsa, hamı da çox istəyirəm. Bu xanım nədir, neçə illərdir, mənim Azərkeşindəki məndən xoşu gəlir. Gorki adına indi keçmişdi, indi deməli birləşmiş deməli kitabxanadır. Sərqət Sarayın yanında uzun müddət işləyib. Nazivə. Yadımdan çıxmadı. Nazivə xanım, həmişə mənim tədbirlərimə gəlir, təşəkkür edirəm bugün də gəldiyinizə. Ağgül xanım bilirsiniz kimdir? Ağgül xanım keçmiş, çox gözəl müəlliqə olub. Qalx ayağa Ağgül xanım, Xaç xanımdır. Mən qısa təsəvvür eləmirdim gələcəksə, yox yazmamışdım mən. Ona görə baxdım, sonra tanıdım. Acan, buyur deyil, gəlirəm. Gəlirəm burada gəlincə, burada gələcək. Havaya dikkat gösterin. Məqələndə nə yazmış, hara getdim? Bismillahirrahmanirrahim. Ya Kabir, Ya Kabir,
Enhallahu lezi la tehtedil uquli li vesfe azeme ve merfuki illa billah la tevekkatu ve ilahi unib. Hasbiyallah minel vekile. Güzel, hürmetli nurani hanımlar, hakikaten ben bu günleri sizin kimi ziyalı hanımlarla, nurani hanımlarla bir məclisdə olmağım üçün, olduğum üçün Hacı xanıma çox minnətdaram ki, sizin kimi gözəl xanımlarla bizi görüşdürdü. Elə xanımın simasında, mən çox danışmayacağım inşallah, xanımın simasında icazə versəniz əgər Azərbaycan xanımlarına aid bir neçə kəlmə inşallah, bir neçə kəlmə buyuraram. Azərbaycan xanımlarına aid. Azərbaycan xanımları, günəş desəm yanılmaram, ay da desəm yanılmaram. Günəş kimi parlaqdılar, ay kimi də nurludular Azərbaycan xanımları. Gəzsən əgər bu dünyanın hər güşəsin, hər bucağın, yoxdur tayın bərabərin, namus, qeyrət örnəyisən Azərbaycan xanımları. Hansı xalqın xanımıdır, bir uşaqla dul qalıbdır, ilk sevgisini qoruyaraq bir libasda qarıyıbdır Azərbaycan xanımları. Bətnindəki körpəsi ilə ər yolunu gözləyibdir, qara saçını ağ hörübdür, taleyi ilə barışıbdır Azərbaycan xanımları. Vətəninə vətəndaşdır, valideyninə sirdaşdır, ailəsinə sadiq yoldaş, övlad yolunda qoyar baş Azərbaycan xanımları. Koroğlunun nigarı tək, qaçaq nəbi Həzəri tək, qəhrəmanlıq simvolu tək, əsrlərdə dastan olur Azərbaycan xanımları. Hər zəhmətə qatlaşıblar, yada qarşı sərtləşiblər, doğmalarla birləşərək, düşmənlərlə döyüşüblər Azərbaycan xanımları. Həm dinində, imanında, həm elmində, amalında, həm evində, ictimada ziyalı tək çalışıblar Azərbaycan xanımları. Zərif qadın olsalar da, artıq yaşa dolsalar da, güc qüvvədən qalsalar da, qayğılardan qalmayıblar Azərbaycan xanımları. Son nəfəsi olsa belə, cismi yerdə qalsa belə, özü ölüm yatağında, ailəsi üçün nigarandır Azərbaycan xanımları. Azərbaycan xanımları. Çox sağ olun xanım, Allah razı olsun. Allah sizləri qorusun. Azərbaycan xanımları. Necə ki, bu Azərbaycan xanımları haqqında var. İnşallah, inşallah, bugündən sonra da Azərbaycan xanımlarımız bu namusda, bu qeyrətdə qalsınlar. İnşallah, inşallah. Bunun üçün əlinə verib ziyalı xanımlar çalışarım. Çalışarım ki, bizim Azərbaycanımızın o gözəl adətli, ənənəsi, həmişə inşallah qeyrətli, həmişə milli dəyərləri yaşasın. Yaşasın, hamımıza Allah razı olsun. Allah sizdən də razı olsun, təşəkkür edirik. Sağ olun. İqtisad Üniversitetinin doçenti, alimimizdir, fəlsəfə elmləri doktorudur, iqtisadiyyatda. Çox gözəl insandır İqtisad Üniversitetində. İqtisad Üniversiteti bütünlükdə onu tapşırmışam, babam bu diklisin. Demək olar ki, onun fəaliyyəti, onun araşdırmaları təqdirə layiqdir, həqiqətən böyük işdir. Çünki bir kitabı ərsəyə gətirmək çox çətindir. Ümumiyyətlə, belə bir deyim var ki, əgər evladın varsa, demək gələcəyin var. Necə? Onu zaman göstərir. O qədər layiqli evlad oldunuz ki, o qədər nümunəvi, bütün Azərbaycan xalqına. Fikir vermişəm kitablarınızda da təkcə Ağamsa Nağıyev Doktorun elm xadimlərinin, ictimai xadimlərin fəaliyyətini təbrik edirəm. Teşekkür ederim. Qəzimiz burada da bir oturur, gözəl qəzimiz, bəyət bilmirəm, hamı doğrudan da görmədim, ona görə də xüsusi qeyd edeyim ki, çox sağ olun ki, gəlmişsiniz, bir damlasında sizin də adınız var, yəni ki, bu hər adama qismət oldu. Allah sizə can sağlığı versin, düşünürəm ki, əmin amanlıq olacaq, bir daha müharibə olmayacaq. Son sözü istəyirsiniz. Hanımlar və cənablar, bugün siz filmin
təqdimatına görürsünüz, zamanı aşan istəyir. Yəni, Dilara Nağıyevanın mənim 85 illik yubileyimə və 35 illik yaradıcılığıma həsr olunmuş filmə baxdınız. Filmdə azacıq da olsa gördünüz ki, Ağa Musa Nağıyev ətrafında apardığım tədqiqatlarla tanış oldunuz. Və bir də qeyd edirəm ki, Ağa Musa Nağıyev 98 bina tikib, onun 81 ildən tapmışam, sıralamışam. Onunla fəxr edirəm. Fəxr edirəm ki, mənim babam xeyriyetçi oldu. Fəxr edirəm ki, sən ona düşürsən, yazırsan, mərcan. Gəldin, oturdu, diyan bir dənə. Yaxşı oldu. Düz başa düşün, yəni bu da rəsmi şeydir axı. Yox, elədim. Fəxr edirəm ki, mən milyonçu Ağa Musa Nağıyevin nəslinin daşıyıcısıyam və onunla hər gün nə isə tapıramsa, mən bununla qidalanıram və əvvələ mən qeyri-hökumət təşkilatlarına dəstək olan Dövlət Agentliyinə təşəkkürümü bildirirəm ki, bu cür filmin video çarxın meydana ərsəyə gəlməsi üçün mənə imkan yaratdılar, şərait yaratdılar. Dövlətimizə təşəkkür edirəm ki, mən səsimi çıxara bilirəm, açıq danışa bilirəm ki, Ağa Musa Nağıyev nələrə qadir olmadı. Bununla fəxr edirəm, hamına təşəkkür edirəm, çox sağ ol deyirəm və düşünürəm ki, hamıya təşəkkür edirəm və düşünürəm ki, mənimlə razılaşacaq ki, tariximizə nəzər salmaq hər adamın işidir. Mən bunu etmişəm, edəcəyəm və düşünürəm ki, nə qədər canımda sağlamlıq varsa, bu işi davam etdirəcəm, kitablar da yazacağım və filmlərimi çəkilişini davam edəcəm. Təşəkkürlər. Klasda, hər yığıncaqda mən bunu deyirəm. Bu günləri başqa formada deyəcəm. Mən təklif edirəm ki, Nazirlər Kabinetindən, Mədəniyyət Nazirliyindən, Milli Məclisdən xahiş eləyək ki, hər 98 binanın üzərində layihə vurulsun ki, bu binanı Ağa Musa Nağıyev öz vəsait hesabına inşa edibdir. Və bu olmalıdır ki, nəsillər bunu bilsin. Dilara xanım, ikincisi də, mənim anam doğma anamdır. Doğma anamdır. Mənim anam doğma anamdır. Bilirəm doğmadır. Tam все другое было. Это все... Neyse. Amma təklifim onun idi ki, hər binanın üzərində layihə vurulmalıdır. Hər bina gələcək nəsillərə bildirilməlidir ki, bu binanı kim inşa edibdir? Çünki Bakının 80%'ni Ağa Musa Nağıyev inşa edibdir. En güzel binalar Gaçinski'yi, Tagiyev'i, Nagiyev'i, Muhtarev'i, Asadulayev'i, bunlar hepsi tikibler bunlar. Güzelliği bunlar yaradıblar. Gelecek nesillere göre. Ona göre sizden xahiş edirəm Dilara xanım. Bunu etmək lazımdır. Etmək lazımdır. Qoy cəmaət bilsin bunu. Mən də deyirəm ki, bunları et. Mən nə deyirəm ki? Allah arkada dayanmışsınız ha xanımlar. Heç biz görsəniz. Yalandan dayanmışsınız. Bak deyirəm. Belə yayılın biraz.